Space TV'də baş verən son dəyişikliklər televiziya məkanında geniş müzakirələrə səbəb olub. Bu həftənin cümə günündən etibarən tanınmış aparıcı Tarix Əliyevin aparıcılıq etdiyi veriliş bağlanır. Məlumatı jurnalist Ülviyə Alovlu yayıb. Onun sözlərinə görə yayılan xəbərlərin əksinə olaraq Tarix Əliyev kanaldan ayrılmır. Əksinə, o fəaliyyətini daha yüksək vəzifədə davam etdirəcək. Bildirilir ki, Space TV'nin rəhbəri Vado Karovininin təşəbbüsü ilə Tarix Əliyev kanalın musiqi departamentinin rəhbəri təyin olunacaq. Bu qərarın əsas səbəblərindən biri isə aparıcının layihələrinə olan yüksək maraq və sponsor dəstəyidir. Məlumata görə Tolikin proqramının 11 sponsoru var və onların kanalda saxlanılması rəhbərlik üçün mühüm əhəmiyyət daşıyır. Beləliklə, mahiyyət etibarilə dəyişiklik aparıcının efirdən getməsi deyil, əksinə səlahiyyətlərinin genişlənməsidir. Əgər əvvəllər Tarix Əliyev yalnız bir verilişin rəhbəri və aparıcısı idisə, bundan sonra o, bütövlükdə musiqi departamentinə və bu istiqamətdə hazırlanan layihələrə cavabdeh olacaq. Bu isə o deməkdir ki, Tolik artıq təkcə bir proqramın deyil, bir neçə musiqi yönümlü layihənin ideya və konsepsiyasına nəzarət edəcək. Məlumata əsasən, onun hazırki verilişi başqa ad altında və fərqli aparıcı ilə efirə qayıdacaq. Tarix Əliyev isə həmin proqramın layihə rəhbəri kimi qalacaq və arxa planda prosesləri idarə edəcək. Qeyd edək ki, son günlər televiziya məkanında bir neçə proqramın bağlanması diqqət çəkib. Tarix Əliyevin Tarixin bu günü və Elgiz Əkbərin aparıcılıq etdiyi Elgizlə İzlə verilişləri yayımını dayandırıb. Elgizlə İzlə proqramı Araba kanalında yayımlanırdı və onun yayımı artıq dayandırılıb. Hazırda isə Tarix Əliyevin proqramı Space TV'də lentə alınmış formada efirə gedir. Bildirilir ki, aparıcıya canlı yayım qadağan edildiyi üçün verilişlər əvvəlcədən yazılaraq yayımlanır. Cümə günü isə Tolik tamaşaçılarla rəsmi şəkildə vidalaşacaq. Onun yerinə efirə Könül Muxtarova çıxacaq və proqram yeni adla təqdim olunacaq. Beləliklə, tamaşaçıları həm format, həm də aparıcı baxımından yenilənmiş bir layihə gözləyir. Bütün bu dəyişikliklər göstərir ki, Space TV'də struktur yenilənməsi prosesi gedir və kanal rəhbərliyi mövcud layihələri daha fərqli formatda davam etdirməyə çalışır. Tarix Əliyevin isə efirdən getmədiyi, əksinə daha geniş səlahiyyətlərlə fəaliyyətini davam etdirəcəyi bildirilir. Bu qərarın kanalın gələcək musiqi və şou layihələrinə necə təsir edəcəyi isə yaxın vaxtlarda bəlli olacaq.